Ölkəmiz üçün mühüm, əlamətdar gün ərəfəsində Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı minlərlə ailəyə sevinc gətirdi. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam dövlət başçısının növbəti humanist addımıdır. Bu, həmçinin Prezident İlham Əliyevin insan hüquqları sahəsində öz vətəndaşına verdiyi dəyərin göstəricisi, milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır. Bu da bizim cəmiyyətimizdə dövlətimizin apardığı siyasətin məhz mənəvi prinsiplər, bağışlanma, əfv edilmə prinsipləri üzərində qurulduğunu göstərir. Xatırlayırsınızsa, milli liderimiz Heydər Əliyev tərəfindən əfv haqqında 33 amnistiya aktı imzalanmışdı və cənab prezident bu tendensiyanı davam elətdirir. Cənab prezidentin, bizim milli liderimizin davamçısı olaraq bu siyasəti məhz bağışlanma, əfv və cəmiyyətdə humanizm prinsiplərinin necə də əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Bu bir daha onu göstərir ki, törətdikləri cinayət əməlinin məsuliyyətini dərk edərək peşmançılıq hissi keçirənlər bağışlanırlar. Əlbəttə ki, bu sərəncam cəza çəkmə müəssisələrindəki insanların yenidən azad, fəal həyata qaytarılmasını təmin etməklə onların üzərinə düşən məsuliyyəti də artırır. Bu məsuliyyət yenidən cinayət törətməmək, Azərbaycanın layiqli vətəndaşı kimi yaşamaq, ictimai fəal işlərlə məşğul olmaq, vətənə, dövlətə layiq vətəndaş olmaq deməkdir. Bu sərəncamdan çoxsaylı şəxslər faydalandı və eyni zamanda həmən sərəncamın icrası, eləcə də islah olunmuş şəxslərin azadlığa buraxılması həm də onların ailələrini sevindirmiş oldu. Hesab edirəm ki, ənənəvi xarakter daşıyan bu əfv sərəncamları həm cənab prezidentin humanizminin göstəricisidir, həm də dövlətin bu istiqamətdə olan siyasətini də ifadə eləyir. Mahiyyət etibarilə Prezidentin imzaladığı əfv sərəncamı bir daha göstərir ki, vətəndaş amili dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır.